Salam, hər vaxtınız xeyir sizləri. Suraxanı meydançasından salamlayıram. Bəs yoldaşlıq görüşündə iki yaxın dostun komandaları, tələbələri bugün qarşı-qarşıya gələcək. Hər iki komandaya uğurlar arzu edirik. Qarşılaşmanın bol qollu, məhsuldar keçməsi arzu olunandır. Meydanın sol tərəfində nominal ev sahibi statusu daşıyan Səbat futbol komandası məhz Bakı Qartalları komandasına qarşı. Hüseyin Sövdümovdan ilk toxunuş gəldi. Loğman qarşıladılar onu. Sol cinaqdan bir əks hücum şansı. Bakı Qartalları adına Loğmanla. Bir rəqibini keçdi, qapıya baxdı, zərbə indirdi. İkinci zərbə. Şəmsəddin yararlana bilmədi bu epizoddan. Ömər Ağababa məhz qarşısını Loğman almışdı. Zaid özünü çatdırır. Tac atışı məhz Səbat futbol komandasında Ömər. Qapı qarşısında Türmə Zaid qarşıladı. Turan uzaqlaşdırdı. Beyler İskəndərli Sövdümov oynamışdı. Ən geriyə. Tac atışını Səbat futbol komandası yerinə yetirəcək. Sol cinaqda ikili mübarizədə Səbat oyuncusu yerdə qalmışdı. Səfərov qarşıladı geridə. İndi Ömər Ağababa. Zaidin də təzyiqi var. Topu meydanda saxlamaq mümkün olmadı. Bu alqışlar məhz Ömər Ağababa üçündür. Rəsul Turanla oynamışdı. Bir qədər anlaşılmazdıq. Məhz top itkisinə gəlib çıxardır. Mehdi Əmirov da az əvvəlki epizoddan yaralana bilməmişdi. Hüseyin Sövdümov. Nəzərinizə çatdırım ki, meydanda ən gənc oyuncudur. 2019 təvəllüdüdür Hüseyin Sövdümov. Ömər Ağababa. Loğman təzyiq göstərmişdi. Beyler İskəndərli rəqiblərini bir-bir keçdi ama Zaid mayin olmağı bacarır. Təzyiq davam edəcək. Ömər Ağababa İskəndərli ilə oynamışdı. Top isə ən sonda qapıcıda qalır. Biraz qalsın top itkisi yaşanırdı Bakı Qartallarına aid olan hissədə. Mehdi Əmirovdan əla keçid. İkinci rəqib isə məhz Turandısa onu keçməyə çətin məsələdir. Gün zərbəsi qazanır Səbat futbol komandası. Şahin Abbasovun tələbələri. Bu bir ev tapşırığı ola bilər. Bu cür qarşılaşmalarda dayanan toplar məhz qolun yarısıdır. Rəsul uzaqlaşdırmağı bacardı. Səfərov qarşılamışdı geri planda. Ramal Səfərov. Yenidən Mehdi Əmirov. Zaidlə mübarizədə məhz onu dayandırmaq üçün qayda pozuntusuna yol açır Turan. Məsəl hazırda da elə qarşılaşmanın ilk dəqiqələrində Səbat futbol komandasının heyətində ən aktiv oyuncu elə gözdə görülən Mehdi Əmirovdur. İstər klas keçişləri olsun, istər adam əksidmə bacarıqları olsun, göz önünə çox dəyir. Standart bir vəziyyət. Topun başında Beyler İskəndərli. Daha bir ev tapşırığı. Şahin Abbasov son təlimatlarını verdi. Hakimin piti gözlənilir. Zərbə gəldi qapıya. Sonrasında Ömər Ağababa. Hüseyin Sövdümov. Əmirov. Zaid keçid vermədi burada. Müdafiədə əla oynadı tac atışı. Səbat futbol komandasını da. Turan uzaqlaşdırmağı bacardı. İndi Hüseyin Sövdümov. Ən geriyə qapçıyla. Əli Əsənli ilə oynamışdı. Rəsulunda təzyiqi var. Loğman əla girdi araya. Basıqda yaxalanıb qapıya zərbə. Gol! Və hətta bizi də çaşdırdı. Bu gol değildi.
gün zərbəsi qazanır. Sonunda Ömər Ağababa və İskəndərli topu qapıya getməkdən xilas etdi. Ələsənli yumruqladı. Ən geriyə Hüseyin Sövdümova, Rəsul keçid vermir. Rəsul əla oynadı müdafiədə. Daha bir tac atışı. Ömər Ağababa Bəylər İskəndərli ilə oynadı. Zahid özünü çatdırmağı bacarır. Geridə Əmirovun da təzyiq var idi. Uzaqdan bir şut. Qapıdan yan keçir. Ramal Səfərov. Bəylər. Zahid əla girmişdi. Əmirov qapıya baxdı. Zərbəsini endirdi. Top qapçıda qalır. Qapıdan zərbə ilə davam edəcək qarşılaşma. Bəylər. Qapçıdan xəta. Turan səhvini bağışlamadı. Ramal Səfərovun müdaxilələri yetərsiz qalır. Zərbə cəhd alınmadı. Vay aman, tilsim qırılmır qarşılaşmada. Turan Loğmanlı oynadı. Ən sonda Ələsənlidə qalır top. Sol şaqda ən yaxın küncündə Ömər Ağababanı əla görmüşdü. İndi Bəylər sağ şaqda Rəsullu sürətlidir. Zahid də üstü çatdırdı. O kritik müdaxiləni etməyi bacarır. Xilas edir komandasını təhlükəli bir epizoddan. Ardından da Ömər Ağababadan arzu olunan bir pas ötürməsi gəlmədi. Səbat futbol komandası bu hücumlarını davam etdirərsə, heç şübhəsiz qola yaxın olan tərəfə olacaq. Mehdi Əmirovdan gözəl hərəkətlər izlədi. Nəticə hasıl olmadı. Yenidən Ömər. Loğman. Qarşıda Ramal Səfərov. Əla keçdi. Bəyləri keçmək isə bir qədər istedad tələb edir. Gənc oyuncu əla oynadı. Turanlı oynadı. Üç rəqib arasından əla ötürdü Rəsula. Yenidən Turan. Ramal Səfərov üstü çatdırır. Bu alqışlar Ramal üçün də əmlə davam edəcək Bakı Qartallarında. İsmət Hüseynov tələbələri. Qapıya yaxınlaşmaqda çox əziyyət çəkirlər. Turan. Tac atışını Rəsula göndərdi. Rəsuldan gəlişdə bir zərbə. Çərçivəyə tapmadı. Ələsənov qapıdan zərbə ilə davam edəcək. Turan qarşıladı. Gəlişli bir zərbə. Arda Turan mısan? Ay Turan. Ömər Ağababa. Loğmanla ikili mübarizədə əla sıyrıldı rəqibindən. Rəsul da əla keçdi. İki rəqibini bazara göndərdi. Qapıya zərbə də gəldi Ömər Ağababadan amma nəticə hasil olmur. Turan. 12 dəyişikliklər var. Artıq Səbat futbol komandasında Turan Abbaslı 9 nömrəsi ilə meydana daxil olub. Şəmsəddin topu havalandırdı. Ömər yumuşaltdı Əmirov üçün. Sonda Rəsul. Tac atışı yerinə yetirəcək. Şəmsəddin. Loğman istiqamətinə baxdı. Zərbəsini indirdi Əli. Əli Əsəli. Toxunulmaz elan edir qapısına. Həmlə davam edəcək. Turan. Əla girdi araya. Şəmsəddin ötürməsi keçmədi. Həmləni Rəsul davam etdirir. Loğman önünə göndərməyi düşünmüşdü amma istədiyi kimi alınmadı. Turan. Bəylərdən keçmək mümkün olmadı. İndi meydana yenə daxil olan Abbaslı. Toplu artıq debütünü etmişdi az əvvəl. Ömər Ağababa. Bəylər İskəndərli ilə oynadı. Şəmsəddin. Bir anlıq anlaşılmazlıq. Yaxşı qurtardılar. Bəylər sağ şaqda sürətlidir. Turan da yaxınlıq küncünü bağlamışdı. Keçid vermədi. Mərkəzə doğru ötürmə. Müdafiədə bütün oyuncuları aşaraq top Əli Əsənliyə gəldi çatdı. Bəylər İskəndərli. Mərkəzə doğru ötürmə keçmədi. Turan yaxaladı. Azlıqda yaxalanıb. Səbat futbol komandası Loğman dəyərləndirə bilmədi bu epizodu.
Vay vay vay, qaçır şanslar əldən. 1-1. Zahid. Tac atışı sırası Ömer Ağababadadır. Beyler. Rəqibini keçmək düşüncəsi uğurlu alınmadı. Zahid. Sağ janaqda Şəmsəddini əla görmüşdü, amma ötürmə bir qədər istədiyi kimi keçmədi. Hər vaxtımız xeyir. Canlı yayımı bəyənək. Beyler. Mehdi Əmirov istədiyi kimi oynaya bilməmişdi. Ömer Ağababa araya Allah girdi. Turan. Loğmanla oynadı. İçəriyə Allah göndərmişdi, amma araya Abbaslı. Turan Abbaslı idi bu. Allah girdi. Rəsul. Şəmsəddin. Ömer Ağababada qalır top. Həmlə davam edəcək. Ömer. Qarşısında Turan. Turan keçid vermir Ömer'e. İki komanda da deyim yerində isə haram bala əla oynuyor. Gənc olmaqlarına baxmayaraq. Ömer Ağababa komanda yoldaşı üçün, Tunar Abbaslı üçün açmışdı topu, amma bir qədər istədiyi kimi alınmadı. Hesab 0-0'da. Qapıdan zərbə ilə davam edəcək. Beyler. Qapıcıdan ötürmə xətası gəlmişdi. Sonrasında daha bir zərbə gəldi. İkili mübarizədə Əmirov əla keçdi rəqibini. Önünü açdı. Zərbələ gəldi Rəsul. Sürüşmə pəndi ilə mani olur rəqibinə. Zahid araya ala girdi. Səfərov. Yenidən Səfərov. Səpini. Bıraxmaz düzəltməyi də başarır. Rəsul. Girdi Zahidə əla gördü. Ramal Səfərov müdafiədə əla oynuyor. Keçid vermir rəqibə. Loğman Tunarla oynadı. Tunar önünü açdı. Təhlükəli anlar yaşanır Səbat komandasının qapısı qarşısında. Üstünə Partir Loğmanın zərbəsi. Sonrasında Zahid istədiyi kimi toxunuş edə bilmədi topa. Əldən qaçdı şans. Tunar əla daşımışdı topu. Ən çətinini bacardı. Loğman isə ən asandı. Zərbəni indirə bilmədi. Həmlə davam edəcək. Loğman səhvini düzəltmək düşüncəsindədir. Şəmsəddini düşünürdü, amma görünən odur ki, Şəmsəddin onu düşünmürdü. Qapıcıdan Manuel Neuer tərz hərəkətlər izləyirik. Beyler Ömer'e bıraktı taç atışını. Yeniden Beyler. Taç atışı devam edecek. Səbat futbol komandasının həmləsi. Ömer'den kapı qarşısına ötürmə gəlmişdi, amma istədiyi kimi alınmadı. Tərəflər hələ də tilsimi qırmağı bacarmayıb. Müdafiənin ən gerisinə Ələsənli özünü çatdırmağı bacarır. Ələsənli qapıdan zərbəni yerinə yetirəcək. Loğman da mani olmağa çalışdı. Müdafiənin ən gerisinə Tunar Abbaslı topladı. Qapıya zərbə. İkinci zərbə və gol. Tunar Abbaslı hesabı açır. Şahin Abbasov tələbələri. Tunar Abbaslı qolu gətirən oyuncu olur. Hesabda transfer pozulur. Səbat futbol komandası Tunar Abbaslı'nın qolu ilə 1. Bakı Qartalları 0. Cavab qolu gələcəkmi? Sevinmələrinə icazə verəcəkmi Bakı Qartalları? İsmət Hüseynov tələbələri? Yoxsa cavabsız qollarla davam edəcəkmi qarşılaşma? Tunar. Top Ələsənlidə qalır.
Turan əla girdi araya. Ötürməsi Loğmana doğru. Sağ jağdan içeriye doğru ötürmə. Ömer keçid vermədi. Əmrə davam edəcək. Turan baxdı qapıya. Zərbəsini indirdi Ömer Ağababa. Midyuna tek mani olur gələn zərbəyə qarşı. Əmirov iki rəqibini əla anlattı keçdi ama Turan bütün planları pozdu. Əmrə davam edəcək. Turan Abbaslı. Zahid keçidi vermədi. Şəmsəddin də ən geriyə gəldi ama bu yetərli deyil. Loğman. Ramal Səfərovla ikili mübarizədə qapısını da tərk elədi Ələsənov. Daha doğrusu Ələsənli. Turan. Əmrə davam edir qapı qarşısına ötürmə. Azlıqda yaxalanıb Bakı Qartalları komandası. Qapı qarşısına ötürmə. Tac atışıyla devam edecek. Turan'ın ötürməsinin getdiyi istiqamətdə heç bir komanda yoldaşı yox idi. Rəsul. Turan. Abbaslı ikili mübarizədə. Əla keçdi rəqibini, Şəmsəddinə ötürmə. İndi Loğman yerdən Şəmsəddinə qaytardı. Qapı qarşısında o kritik toxunuş etmək mümkün olmadı. Sonrasında Turan ən son zərbəni indirən oyuncu idi, epeksiz alınmışdı. Səbat futbol komandası sürətli çıxdı. Əks hücuma təhlükə yarada bilərlər. Girdi Ömer Ağababa. Əmirov əla gördü. Tunar Abbaslı ötürdü ama zərbə cəhdinə keçid vermədi Zahid. Ələsəli. Loğman. Ötürməsi keçmədi. Ömer Ağababa qəşən blok qoymuşdu. Rəsul. Tac atışını yeni itirəcək. Turan. Yerdən göndərdi. Ömer Ağababa qarşıladı. Ömer. Mehdi Əmirov qarşılamışdı. Sonrasında Ramal Səfərov. Rəsul keçid vermədi. Yenidən həmlə davam edəcək. Turan. Yeni Ömer Ağababa yerindədir. Lazım olan yerdə, lazım olan vaxtda. Şəmsəddin. Ötürməsi Loğmana əla alındı. Ələsənli uzaqlaşdırmağı bacarır. Tac atışını yeni itirdi Səbat futbol komandası. Rəsul özünü çatdırmışdı. Keçid vermədi. Nəyin bahasına olursa olsun. Hesab 1-0. Səbat futbol komandasının xeyrinə. Tunar Abbaslı ilə gəldi gol. Yenidən Ömer. Şəmsəddin araya əla girdi. Mbappe kimi hər yerdədir. Təbii ki de söhbət Prime Mbappe'dən gedir. Son Çempionlar Liqasındakı Mbappe deyil. Nəzərimdə tutduğum Mbappe. Loğman təzyiqi var Ömer'e qarşı. Qapıçı ilə oynamaq məcburiyyətində qaldı. Qapıçı uzun oynadı. Ələsənli əla oynamışdı. Top qapıçıda qalır. Zahid. Əmrə davam edəcək. Rəsul. Ömer keçid vermədi. Beyler. Rəsulun da müdaxiləsi var idi. Ramal Səfərov özünü çatdırdı. Sol cinaqda meydana yeni daxil olan oyuncu. Biraz sonra onun haqqında danışacağım sizlərə. Ömer Ağababa.
Loğmanla ikili mübarizədə topu məhz rəqibə toxunduraraq meydanı tərk etməsinə səbəb oldu. Turan Abbaslı keçidləri əla idi. Ötürmə sadəcə sərt alında. Ayxan Dadiyev meydanda da məhz Səbat futbol komandasının heyətində. Loğmanla ikili mübarizədə bir qapıcı dəyişikliyi də gəlib. Bakı Qartallar heyətində. Qapı qarşısına ötürmə məhz Ömər Ağababadan gəldi və bəli, daha bir dəyişiklik. Meydanlarda az gördüyümüz bir oyuncu dəyişikliyi baş tutub. Meydanda xanım oyuncumuz var. Gənc qızımız, ona da uğurlar arzu edirik. O da artıq meydana daxil oldu. Səbat futbol komandası formasıyla. Bəli, ilk topuna toxunuş etdi. Yağmur Qurbanova meydana daxil olub. Yenidən Yağmur Qurbanova. Turan Abbaslı əla oynamışdı. Cərimə meydançasının içərisində anlıq bir təhlükə hiss olundu. Tac atışı yerinə yetiriləcək. Ömər Ağababa Turan Abbaslı istiqamətinə. Zahid qarşılamışdı. Yetərli olmadı, top qapıçıda qalır. Uzun oynadı. Yağmur Qurbanova qarşılaya bilməmişdi. Ələsənov çıxışda əla oynadı. Ayxan Dadiyev. Rəsul uzun oynadı. Ömər Ağababa tac atışını yeni itirəcək. Turan Abbaslı. Yenidən Ömər Ağababa. Yağmur Qurbanov oynadı. Ömərin sol istiqamətinə doğru oynadı. Yağmur Qurbanova Turan Abbaslı'nı düşünmüşdü. Turan Abbaslı ötürmənin getdiyi istiqamətdə yox idi. Loğman müdafiənin gerisində topu qoparmağı başardı. Təhlükəli ola bilər Turan. Ötürməsi keçmədi, Ramal Səfərovda qaldı. Ayxan Dadiyev meydanda saxlamaq mümkün oldu mu? Bəli, top meydandadır. Ayxan Dadiyev. Sağ şahda əla gördü boşluğu Ayxan. Abbaslı Tunar toxunuş edə bilməmişdi. Sonrasında Yağmur Qurbanova da topa toxunuş etsə də Turan mane olmuşdu. Yenidən Tunar. Daha doğrusu Turan. Loğman əla gördü sağ şahda. Turan yerdən göndərdi. Ələsəli işi təhlükəyə atmır. Bütün riskləri aradan qaldırır. Həmlə davam edəcək Ayxan Dadiyev. Turan Abbas'da qalıb top. Zahid. İki oyuncuyla birdən mübarizə aparır. Və mübarizənin də qalibiyyəti şübhəsiz. Zahid oldu. Yağmur Qurbanova yerdən göndərdi. Ömər Ağababa. Şəmsəddinlə də təzyiq var ona qarşı. Qapı qarşısına ötürməyə qapışı. Ayaqlarıyla uzaqlaşdırır topu. Həmlə davam edəcək. Ayxan Dadiyev. Yağmur Qurbanova əla görmüşdü. Turan Abbaslı çevrildi. Zərbə də gəldi. Out. Ömər Ağababa gəlişdə zərbə. Qapıcıdan Yan Somer seyvi. Topu Taca göndərir. İndi Ələsənli Loğmanda təzyiqi var. Uzun oynadı müdafiənin əngesinə top. Elə qapıcıdan qapıcıya ötürməkdir sanki bu. David biraz sonraki oyunda olacaq. Ömər gəlişinə zərbə. Həmlə davam edəcək. Zahid araya əla girdi. İki oyuncularla topu qoparmağı bacardı. Tek başla müdafiəni yardı keçdi. Loğman sağ aşağıda Şəmsəddin boşluqda da görmək lazımdır. Turanlı oynadı. Abbas'ın da təzyiqi var. İndi Loğman bir rəqibindən sıyrıldı. Qapıya qarşı zərbə də gəldi.
Top Ələsənidə qalır. Turan. İsmət Hüseynovdan da məhz oyuncularına ürək dolu sözlər var. Eşidiləndi. Şəmsəddin Ayxan Dadiyevlə mübarizədə topu məsələ Ayxan Dadiyevə toxunduraraq çıxarmağı bacardı. Rəsul. Tunar Abbasının da təzyiqi var idi. Ramaz Səfərov. Araya Loğman girmişdir Şəmsəddin. Baxdı qapıya, zərbə şansı əldən qaçdı. Daha bir cəhət əldən qaçır. Məhz Bakı Qartalları adına qapıya əla gəlirlər. Qapıdan sonrası bir qədər müşkilə düşür. Bəli, Səbat futbol komandası daha bir oyuncu dəyişikliyi. Əli Qədirzadə meydana daxil olur. Digər oyuncular da artıq şans tanıyır. Tunar. Zərbə cəhdi alındı. İndi Zahid topu havalandırdı. Turan. Top Ayxanda qalır. Ayxan Dadiyev. Qədirzadəni əla gördü. Turan. İki oyuncu arasından əla sıyrıldı. Ötürməsini verdiydi Loğman. Qaytarmaq lazım ötürməni. Ay ay ay. Daha bir epizod əldən qaçır. Ömər Ağababa. Rəsul özünü çatdırmışdı. Əla oynadı bu epizodda. Yağmur Qurbanova. Əla keçmişdi rəqibini, ötürmə də əla idi. Qapıcıdan Loğmana doğru ötürmə. Və ilk hissənin sonuna gəlirik. İlk hissənin nəticəsi Səbat futbol komandası 1, Bakı Qartalları komandası 0. Bir ikinci hissədə bizləri nələr gözləyir?